Bəli. Həkim, mən sizin yanınıza anamı gətirmək istəyirəm. Hansı klinikaya xan? Mederaya. Yox, Mederada deyiləm. Axı dedilər ki, Mederada işləyirsiniz. Yox, mən Mederada da işləyirəm. Prosta ora sadəcə əməliyyatlara gedirəm də. Valla Türkmed olsa, yəni sizin üçün də daha yaxşı olar. Məncə Türkmed həm Mederaya görə daha ucuzdur. Məsələnin həqiqət olub-olmadığını aydınlaşdırmaq üçün əməkdaşımızı pasiyent kimi qəbula yazdırmağı qərar aldıq. Təyin olunan saatda klinikaya yollandıq. Özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə əməkdaşımızın ayaqlarını müayinədən keçirdi. Diaqnoz qoydu və resept yazdı. Sizin ananızı müayinə elədim. Dedim ki, menisküsündə yırtıq var və ya əməliyyata çəkilməlidir ki, müayinə mi olunsun, yoxsa müalicə mi, yoxsa əməliyyat mı olunsun? Qəbul prosesi yekunlaşdıqdan sonra xəstəxanaya çəkiliş heyətimizlə daxil olduq. Qaynar xəttimizdə sizinlə bağlı şikayətlər daxil olub. Siz Tibb Universitetinin 6 illik təhsilini, üstəgəl rezidentura təhsilini aldıqdan sonra mı gəlib burada bu cür fəaliyyət göstərirsiniz? Açıqlama verim, mən Türkiyədə Artvin Universitetində xalq sağlığı, yəni xalq aramızda terapevt kimi bitirmişəm. Travmatologiya rezidentunu da xaricdə onlayn olaraq görürəm. Tibbdə onlayn sistem yoxdur. Onlayn tibb ola bilməz. Burada göstərdiyimiz fəaliyyət özünüz gördüyünüz kimi müayinə və pansuman işləridir.